Bəli, biz Qubadlı rayonunun Zilanlı kəndindəyik. Zilanlı kəndi də yenidən qurulur, abadlaşır, gözəlləşir və sakinlərini qarşılamağa hazırlanır. Mən xahiş edərdim operatorumuz Mirələkbər Hüseynovdan burada inşa olunan evləri göstərərdi, ümumi əraziləri göstərərdi və ümumilikdə Zilanlı kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr məsafədə yerləşir və ümumi ərazisi 180 hektar təşkil edir. Birinci mərhələdə 43 hektar ərazidə 193 evin tikintisi aparılır və burada birinci mərhələ çərçivəsində 926 sakinin məskunlaşması nəzərdə tutulub. Evlərin hər birinin ümumi ərazisi 12 sotdur. Zilanlı kəndində də evlər sakinlərin ailə tərkibinə görə 2, 3, 4 və 5 otaqlı evlərdir. Burada diqqət çəkən məqamlardan biri də odur ki, evlərin elektrik enerjisinə olan tələbatı damların üzərində quraşdırılmış günəş panelləri vasitəsilə təmin ediləcək, alternativ enerji mənbələri vasitəsilə təmin ediləcək. Bir sözlə, burada sakinlərin rahat yaşaya bilməsi üçün hər cür şərait yaradılacaq. Belə, bizim Qubadlının Zilanlı kəndindən çatdırmaq istədiklərimiz bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.